Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Ekrana yaxın əyləşin, ən son məlumatı diqqətinizə çatdıracağım. Ağdam rayon ərazisində su təsərrüfatının idarə olunması, əhalinin içməli su ilə təminatı və su infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir. Bu sahədə mühüm fəaliyyət göstərən qurumların biri də Azərbaycan Dövlət Su Ehtiyat Agentliyi sisteminə daxil olan Ağdam rayon Su Meliorasiya Sistemlər İdarəsidir. İdarənin rəhbəri Hafiz müəllim uzun illər təcrübəsinə malik, dövlətinə və millətinə sədaqətlə xidmət edən vətənpərvər və məsuliyyətli bir rəhbər kimi rayon ictimaiyyəti arasında böyük hörmət qazanmışdır. Onun rəhbərliyi altında həyata keçirilən İşlər nəticəsində rayon ərazisində su təsərrüfatının inkişafı, kanalların təmizlənməsi, su xətlərinin bərpası və əhalinin su təminatının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Hafiz müəllimin təşkilatçılığı ilə görülən işlər daim rayon rəhbərliyinin diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. O öz peşəkar fəaliyyəti ilə yalnız idarənin işini deyil, ümumilikdə rayonun sosial rifahına xidmət edən mühüm layihələrin həyata keçirilməsində də töhfə verməkdədir. Bugün Ağdam sakinlərinin də onun apardığı səmərəli fəaliyyəti, zəhmətini və məsuliyyətlə yanaşmasını yüksək qiymətləndirir. Onun rəhbərliyi ilə görülən işlər rayonun inkişafına, insanların daha rahat və təminatlı həyat sürməsinə mühüm töhfə verir. Hafiz müəllim kimi vətənpərvər və dövlətinə və xalqına bağlı rəhbərin fəaliyyəti ölkəmizin inkişafına xidmət edən ən dəyərli nümunələrdən biridir. Ağdam rayon ərazisində fəaliyyət göstərən bəzi idarə və müəssisələrdə çalışan şəxslərlə bağlı müxtəlif məlumatlar və narazılıqlar da zaman-zaman ictimai müzakirə mövzusuna çevrilir. Təəssüf ki, bəzi hallarda vəzifə səlahiyyətlərindən düzgün istifadə etməyən, şəxsi maraqlarına görə çəkən və müxtəlif məkanlarda, o cümlədən çayxanalarda əsassız söz-söhbətlər yayaraq özlərinə sərf edən fikirlər səsləndirilən şəxslərlə də bağlı biz öz fikirlərimizi bildirəcəyik. Hər zaman olduğu kimi obyektliyi qoruyaraq, faktlara əsaslanaraq araşdırmalar aparmağa davam edəcəyik. İctimai maraq doğuran bu kimi məsələlər də diqqətimizdədir. Məhz bu səbəbdən mövzu ilə bağlı əldə etdiyimiz məlumatlar və aparılan araşdırmalar barəsində növbəti videolarımızda daha geniş danışacağıq. İctimai məlumatlandıracaq. Diqqətiniz üçün minnətdaram. Allaha əmanət olun, sağ olun. İnşallah növbəti videolarımızda görüşənədək.